Saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaşan çökə-çökə ayrıldı biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldı biz. Baharımız qışa döndü, dona-dona ayrıldı biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldı biz. Qıvrımsaç. Bu oğlandı. Bir gülleni aradan götüreceğim. Hiç narahat olma. Unutma, o sağ qalmalı deyil. Mən attığım güllə heç vaxt yan keçməyib. İş alınsa, yaxşı pul alacaqsan. Alınacaq, narahat olma. Söz verirəm. Onda danışdıq. Məcnun, hələ tələsmə. Sənə görə atamdan üzr istəməyə məcbur oldum. Sənin ucbatından az qaldı ki, atam planımdan xəbər tutsun. Buna görə cavab verəcəksən. Səni elə vəziyyətə salacağım ki, doğulduğuna peşman olacaqsan. Lənət şeytana, bir tərəfdə qılınc da var. Dünən onlar mənə dərdlərini danışdılar. Mənim dərdimin yanında onların dərdi heç nədir. Az qaldı. Alo. Alo, salam, necəsən Aslan? Yaxşısan? Hazırlaş, gəlib səni nənəngil aparacağım. Yaxşı. Özüm gəlib götürəcəm. Doğrudan? Yaxşı, gəl. 5 dəqiqəyə hazır olacağım. Oldu. Yoldayam, birazdan çatıram. Aha, yaxşı. Babəkə ərə getməyin vacibdir? Nəsə eləyib rədd eləmək imkanı yoxdur? Sən mənim aldığım nəfəsə də beynimə dağalıq eləyəcəksən. Nə cürətlə mənə qarşı danışırsan? Səma, əgər mən olmasaydım, nənəm səni çoxdan yox eləyərdi. Sən həyatına görə mənə borclusan. Bilirəm. Bilirəm. Yaxşı, oldu. Bilirsənsə, lap yaxşı. Əgər Babəkə ərə getmək istəyirsənsə, get. Problem deyil. Kimə ərə getməyinin, kimin yanında olmağının mənim üçün fərqi yoxdur. Onda niyə mənə nəzarət eləyirsən? Çünki o ərin olsa, sən gözlənilmədən ağzından nəsə qaçıra bilərsən. Nədir, mən kiməsə dərdini danışan qıza oxşayıram? Sadəcə xəbərdarlıq elədim. Odur ki, Babəkin yanında dilini dinc saxla. Buna görə narahat olma. Yaxşı, sənə inandım. Mən nə vaxta kimi yaddaşını itirmiş qız rolunu oynayacağım? Bunun dəqiq vaxtı var? Nə vaxta kimi? Mən işlərimi bitirənə qədər. Yaxşı, işlərin nə vaxt bitəcək? Vaxtı gələndə özüm deyəcəm. Məni bir şey maraqlandırır. Deməli, sən Aslanı unutmusan? Səndən xahiş eləyirəm. Mənim şəxsi işlərimə qarışma. Samir düz deyir. Əqrəbin balası yenə də əqrəb olar. Aslan gələcəkdə qızımla evlənəndən sonra ondan istifadə edib mənə təzyiq göstərsə necə olacaq? Bu alçağın oğlu bəlkə qəsdən mənim qızımla evlənir. Ya da Şirzad yalandan özünü narazı göstərib
oğlunu qızımla evlənməyə məcbur eləyir. Düşünürəm ki, qızımı Aslana verməməliyəm. Hə, gəl keç. Yaxşı. Özünü ələ al Səma. Sən yaddaşını itirmisən. Sakitləş. Özünü ələ al. Xoş gəlmisiniz. Necəsən? Yaxşısan Səma? Yaxşıyam. Aslan məni nənəmin yanına gətirmək istədi. O içəridədir. Salam əleyküm. Aleyküm salam. Salam, necəsən Hoş nənəcəm? gördük mənim balam. Gözəl qızım. Yaxşısan? Hə, Gəl. Sağ ol. çox sevindim. Sağ-salamat gəldiyinə şükürlər olsun qızım. Çox sağ ol nənəcəm. Özünüz necəsiz? Çox sağ ol, yaxşıyam. Yadınızdadır? Demişdim nəvəniz tapılsa, gəlib sizdən xeyir-dua alacağıq. Hə, yadımdadır, oğru balam. Budur, mən sözümün üstündə durdum. Bizə xeyir-dua verin. Bir-birinizə çox uyğunsuz. Sanki üzüylə qaşı kimi mənim balalarım. Çox sağ olun. Hə, ilahi amin. Amin. İnşallah xoşbəxt, bəxtəvər olun, qoşa qarıyın, nəvəli nəticəli olun. Sizin övladlarınızı görməyi Allah mənə də nəsib eləsin. Amin. Amin. Allahu Ekber. Kızım bu kiçik de olsa senin üçün toy hədiyəsidir. Hələ sənə borcum qalır. Çox sağ ol nənəcəm. Oğru balam, Hı, nəvəmdən müğayət ol yaxşı. mənim gözüm üstə. Kızım, sen niye orada dayanmısan? Çay, şirniyat getirmeyeceksen? Bu dəqiqə. Alo, obyekt yola çıxdı. Öldür onu. Banu, Hə, o aslan var ha. hə. Qocanın nəvəsi Səlimin qızı ilə bura gəlib. Aslan ondan xeyir-dua almağa gəlib, təsəvvür edirsən? Oy! Bir buna bax. Oğru oğlan özünə varlı qız tapıb. Aslan Hı, axı Səmanı sevirdi. hə.
Mən də bunu deyirəm də. İndiki sevgilər belədir. Bugün biri ilə, sabah o biri ilə, o biri gündə başqası ilə. Bax belə. İndikilərin ehtiyat variantı olur. Axı Səma da Babəkə ərə gedir. Aslan da başqası ilə evlənəcək də. Burada təəccüblənməli heç nə yoxdur, ana. Hə, dedim də qızım. Maraqlı işlər baş verir. Mən də buna təəccüblənirəm. Bunun mənə heç bir dəxli yoxdur. Qoy hamısı xoşbəxt olub öz həyatlarını yaşasınlar. Mənim üçün əsas olan odur ki, Səmanın mənim ərimlə işi olmasın. Düz deyirsən. Mənə bax. Əslində, mən sənin ərinlə bağlı danışmağa gəlmişəm. Yenə ərim barəsində nə demək istəyirsən? Banu, deyirəm ərindən bizim üçün pul ala bilərsən. Nə qədər? Nə qədər çox olsa o qədər yaxşıdır. Pul nəyinizə lazımdır? Atanla ev almaq istəyirik. Heç olmasa 50-60. Hə? İstə gör nə deyir? Ana, Deyirəm, düzəməlli bir ev alardıq. Mənim də öz gözəl evim olsun da. Qızım, ehtiyat üçün. ana, mən ərimdən bu qədər pul istəyə bilmərəm. Heç bilirsən nə danışırsan? Nə olacaq? Ərindir də. Anan üçün pul istəyə bilməzsən? Nə deyib istəyəcəm? Ata-anam səndən pul istəyir. Ev almaq istəyirlər. Onlara pul verdiyim? Düzdür. Mənə bax. Səltənət anandan istə. Hə? Ana, bu yaxınlarda DNT məsələsində Allah özü bizi qorudu. Yoxsa unutmusan? Səndən xahiş eləyirəm. Biraz sakit yaşamağa çalış. Yaxşı. Onda hələlik sakit yaşayaram. Görək axırı necə olur. Ərli qız, mən neynəsəm də. Sənin üçün eləyirəm. Başa düşdün? Səltənət anan var ha. Mənim rəfiqəm. O yaxşıdır. Mən ərimlə təzə sakit yaşamağa başlamışam. Problem yaradıb yenə həyatımızı məhv eləmə. Ərli qız. Oy, mən neynirəmsə sənin üçün eləyirəm. Ha? Səni varis eləyən də mənəm. Ərə verən də mənəm. Belə yaşamağına mən səbəb oldum. Bildin? Mənə ağıl öyrətmə. Ağlım yaxşı işləyir. Səndən Səltənət ana yaxşıdır, rəfiqəm. Ərli qız. Aslan, bugün ürəyimdəki ən əziz duyğularımı parça-parça elədin. Səndən bunu gözləmirdim. Sən mənim sevgimə layiq deyilsən. Sənə nifrət eləyirəm. Səma, Eşidirəm. Səma əzizim. Buyur. Axı biz danışmışdıq. Sən daha ağlamayacaqdın. Mən ağlamıram. Yalan danışma. Gözlərin hər şey deyir. Ağlayırsan. Sən narahat olma. Mən yaddaşımı itirdiyim üçün, çox şeyi xatırlamadığım üçün beləyəm. Bu mənə əzab verir. Ola bilər. Yəqin kim olduğunu xatırlamamaq çox çətindir. Amma nə olsa da mən sənin yanındayam. Mən sevdiyim insanın yanında başqası, mənim yanımda isə tamam başqası var. Dünya belə yaradılıb. Bilirsən, bəzən sənə paxıllığım tutur. Niyə? Kaş mən də yaddaşımı itirib, uşaqlıqda yaşadığım bəzi şeyləri unudardım. Ona görə də ağlama. Yaxşı? Salam, necəsən ata? Aleyküm salam.
Yaxşısan? Hə, sən necəsən? Otur görüm. Yaxşı. Otur, otur. Telefonda dediyim bütün sənədləri toplayıb kabinetinə qoydular. Yaman cəldsən maşallah. Evdən çıxmadan tapşırığı yerinə yetirmisən. Şirkətdəki işləri həll eləmək üçün hər gün ora getmək lazım deyil. Məsələni evdən də həll eləmək olar. Çox gözəl. Səndə anadan gəlmə qabiliyyət var. Çox sağ ol ata. Hə, yeri gəlmişkən bacının məsələsi həll olundu. Onu Aslana ərə veririk. Xəbərim var. Nənəmin yanına gəlib xeyir dua aldılar. Hə, Dilbər mənə dedi. Nəhayət ki bacımın ağlı başına gəldi. O yaxşı bir oğlana ərə gedir. Şirkətimizin xaricdə filialını açıb ora sərmayəçiləri cəlb eləmək istəyirəm ata. O başqa məsələ. Bu məsələ ilə bağlı təklifim var. Nə təklif? Afərin. Çox sağ ol. Bu gedişlə mənim yerimi əlimdən almasan yaxşıdır. Mənə nənəmin şirkəti də bəs eləyər. İndidən nənənin qılığına girmisən. Sana afərin oğlum. Səndən fəxr eləyirəm. Sağ ol ata. Amma səndən bir xahişim var. Qardaşını da yanına götürsən pis olmazdı. Cavidanı? Ha. Bir müddət işlərimlə maraqlandı. Amma yenə maraq öldü. Deyirdim onu da yanına götürüb özün iş öyrədərdin. Yaxşı, oldu ata. Sağ ol oğlum. Çox şükür ki bu günlərə gəlib çıxdıq. Sən arabada gəzəndə ayağa qalxmağını nə qədər arzu eləyirdim. Budur. Bayaq maşından düşəndə onu vurmalıydın. Nişan ala bilmədim. Ətrafda adam var idi. Tək qalan kimi aradan götür. Bu da çıxdı. Belə ata. Özündən muğayət ol. Yaxşı ol. Çox sağ ol. Ehtiyatla get. Oldu. Görüşək. Gülə. Tək qalan kimi öldür. Bizə şahid lazım deyil. Mənim nəvəm Şəhrizad da ərə gedir Ulduz. Hə, təbrik eləyirəm ana. Elə bu yaxınlarda Elnurun toyu olmuşdu. Hə, Gözümüzü yumub açmamış Şəhrizad da ərə gedir. hə. Əgər Cavidan da evlənsə, bizim Süleymanovlar nəslimiz get-gedə artacaq. Onsuz da Süleymanovlar böyük nəsildir. Hə, rəhmətlik ərimin sülaləsi davam eləyir. Hə, ana. Hələ Elnurla Banunun da uşağı olsa, Onların uşağını görmək mənim arzumdur Ulduz. İnşallah Allah görərik. qismət eləsin, qismət eləsin. Ana, sizdən bir şey soruşmaq istəyirəm. Elə soruşmaq istəyirəm, sonra yadımdan çıxır. Nə olub? Düzünü desəm cəsarət eləyə bilmirəm. Deyirəm, Şəhrizadın ərə gedəcəyi Aslan var ha. Hə? O damlarda gəzən oğrunun biridir axı. Yadınızdan çıxdı, pişik kimi evimizin damında gəzirdi. Şəhrizadı niyə ona verirsiniz? Biraz imkanlı oğlana ərə versəz yaxşı olmazdı, bağışlayın. Amma deyirlər ki, tay-tayını tapar, bəzək də çuvalını. Bunu fikirləşməmisiniz. Yaxşı, nə eləmək olar, qismət Ulduz belədir. xanım, Eşidirəm ana. oğru dediyin o aslanı heç yaxşı tanımırsan. Bilirsən Ulduz, Buyurun ana. sən səhv eləyirsən.
Aslan adi oğlan deyil. O Şirzad bəyin oğludur. Ana, burada dayanın. Sakit olun. Şəhərimizdə olan 3 varlıdan biri o Şirzat bəydir. Aslan onun oğludur. Hə, onun oğludur. Vay səni pişik, inanmıram. Ailələrimiz düşmən olsa da mən o oğlana mat qaldım. Mənə verdiyi sözün üstündə durdu. Ümid eləyirəm bu toya görə düşmənliyimiz də sona çatar. Ona görə də nəvəmə xeyir dua verdim. Yaxşı oldu. Yaxşı ki Səma Aslana ərə getmədi. Belə var adamın gəlini olacaqdı. Yox. Mən buna imkan verməzdim. Nə fikirləşirsən Ulduz? Məhtəl qaldım da. Damlarda gəzən pişik birdən-birə Aslana döndü. Ana, yenə bir şey soruşmaq istəyirəm. Qulaq asın, indi bu qədər toy olacaq. Mənə baxın ana, ailə sayı get-gedə artır. Evi daha da böyütməyəcəyik. Hə? Yanan evimiz çox xoşuma gəlirdi. Səma. Hey. Otur. Heç narahat olma. Eşidirəm. Nə iş görürsən? Babəklə toyuna məni də çağıracaqsan? Çağıracağam. Axı bu toyu siz təşkil eləmisiniz. Amma mən təxmin eləyirəm ki, əvvəlcə Səltinət ananın nəvəsi ilə o oğru Aslan var ha. Onların toyu olacaq. İkisi çox gözəl ciddi olub. Bayaq pəncərədən gördüm, pəncərədən. Əlindən tutub gəldi. Əlini ver görüm. Hə, bax, belə əlindən tutub gəldi. Oy! Doğrudan da çox gözəl cütlüydü. Hə? Məncə qoşa toy eləmək lazımdır. Bir tərəfdə sənlə Babək, o biri tərəfdə də o ciddik. Oğru ilə ananın nəvəsi. Çox gözəl toy olacaq. Mənsə hamını qarşılayaram. Toyunuz mübarək olsun deyərəm. Gözəl mahnılar çaldırıb oynayaram. Nə oldu, ürəyin yandı? Hə? Əcəb oldu. Bundan da piskinə düşəsən, ləzzət elədi. Sarı baş. Alo? Gəldi. Hə, Banu. Hə, evə gəldim. İçəri girirəm. Yaxşı. Səma, sənə nə olub? Mən də səni axtarırdım. Hə, Demək istəyirdim, əgər mümkündürsə toyu biraz tez eləyək. doğrudan. Hə, toydan sonra harasa buradan uzaq bir yerə gedərik. Heç olmasa 2 həftəlik. Yaxşı. Razıyam. Məni necə sevindirdiyini təsəvvür eləyə bilməzsən. Çox sağ ol. Mən gedim işlərimi görüm.
Nə olub oğlum? Elnur, hər şey yaxşıdır? Elə indicə məni öldürmək istəyirdilər. Nə? Kim? Kim olduğunu bilmirəm. Qapıda mənə atəş açdılar. Yaxşı ki, mənə dəymədi. Kimin atəş açdığını isə görmədim. Sənə heç nə olmadı? Gördüyün kimi yox. Axı o kim ola bilər? Süleymanovlara qəsd eləməyə kimin cürəti çatıb? Dedim ki, görmədim nənə. Kim olduğunu görmədim. Babək, Məni çağırdınız ana. Elnura atəş açıblar. Dərhal bu işi kimin elədiyini dəqiqləşdir. Polisə xəbər ver. Yaxşı, bu dəqiqə. Ana, Hə, gəldin qızım. yaxşısan? Nənən yaxşıdır? Hə, yaxşı idi. Ana, bilirsən, nənəmin yanına Aslanla getməyim çox yaxşı oldu. Vay, doğrudan. Nə yaxşı. Bir bax, nənəm mənə necə üzük hədiyyə elədi. Dedi ki, hələ toy hədiyyələrim də olacaq. Bir buna bax. Allah mübarək eləsin. Atama ərə gedəndə mənə də eyni ilə bundan hədiyyə eləmişdi. Bilirsən ana, nənəm mənim ərə getdiyimi eşidib doğrudan da çox sevindi. Çox şükür. Onun nəzərini cəlb eləmisən. Bu böyük işdir. Elnurdan sonra nənən sənə diqqət göstərməyə başlayıb. Anacan, Aslana ərə getməyim deyəsən mənə çox uğur gətirəcək. Bir tərəfdən Şirzad bəy kimi nüfuzlu adamın gəlini olacaqsan. Bu da böyük işdir. Lap əvvəl Aslan özünə yetiməm, kasıbam deyəndə çox qorxdum. İndi ürəyim yerinə düşdü qızım. Gəl gedək. Anam da Aslanın tərəfindədir. Bu gedişlə o həqiqəti bilsə necə olacaq? Şirzadın qardaşım Qasımı mənim hiləmə görə öldürdüyünü bilsə neyniyəcək? Alo, danışdığımız planı həyata keçir. Özü də dərhal. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Alo, Fərrux. Nə istəyirsən? Tez işə başla. Qisas vaxtı gəldi. Yaxşı. Elə bu dəqiqə işə başlayaram. Amma heç kim bilməsin. Narahat olma, hər şey tərtəmiz olacaq. Yaxşı. Sən hələ gözdə Aslan. Məni Banudan ayırdığın üçün cavab verəcəksən. Bu başlanğıcdır. Hamınızla bir-bir söhbət eləyəcəm. Salam əleyküm. Əleyküm salam. Necəsiz? Yaxşıyam, sağ olun. Bugün baş verən hadisə ilə bağlı mənə məlumat lazımdır. Düzünü desəm, atəş açan adamı görmədim. Aydındır. Hər şey gözlənilmədən baş verdi. Bundan əvvəl ya da sonra nəsə şübhəli bir şey görmədiniz ki? Yox, həyat yoldaşım zəng elədi. O zəng mənim həyatımı xilas elədi. Telefonla danışdığım vaxt mənə atəş açdılar. Güllə yan keçdi. Aydındır. Evdəki müşahidə kameraları işləyir? Hə, hamısı işləyir. Onda siz həmin vaxt qeydə alınan video görüntüləri mənə verməlisiniz. Məmnuniyyətlə. Buyurun keçin. Gülləm yan keçmir deyib lovğalanırdın. İndi nə oldu? Gözlənilməz hadisə baş verdi. Bəsdir, bu bəhanə deyil. Yenə atəş açmalıydın. O yerə uzanıb özünü müdafiə elədi. Özünü təmizə çıxartma. Bir dəfə də şans ver, onu öldürəcəm.
Nahaq yer əlindəki fürsəti buraxdın. Daha heç bir şansın yoxdur. İndi hamı bunu biləcək. Onda neyniyim? Şəhərdən rədd ol. Çıx get. Mən çox qorxdum. Qorxma, mənim canım dəmirdəndir. Sən burada da zarafat eləyirsən? Yaxşı, bəs neyniyim? Sənin kimi qorxudan titriyim, hə? Təsəvvür eləyirsən mən necə narahat oldum? Narahat olmadı, hə? Görəsən bu Samirin işi deyil ki. Bilmirəm. Amma ondan şübhələnmədiyimi də deyə bilmərəm. Birinci özüm hər şeyi aydınlaşdırmalıyam. Alo. Səlim, Hə ana. oğlun Elnura sui-qəsd eləyiblər. Necə? Kim? Mən bilmirəm. Ona atəş açıblar. Bəs Elnur sağdır? Hə, qaçıb gizlənə bilib. Güllə ona dəyməyib. Amma mən narahatam oğlum. Səni başa düşdüm ana. O adamı yerin dibindən də olsa tapacam. Alo. Oğluma ateş açıblar. Bunu eləyəni hardan olursa olsun tapın. Tez. Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb ya da əhatə dairəsi xaricindədir. Cavidan oğlum, ümid eləyirəm bu sənin işin deyil. Əgər bu sənin işin olsa, atan səndən üz döndərəcək. Aslan, yenə nə olub? Mən dünyadakı ən pis adamam. Mən çox pis iş gördüm. Bu elədiyimə görə məni bağışlamaq olmaz. Neynədin axı? Bugün mən öldüm. Bu elədiyimə görə məni öldürsələr belə azdır. Yaxşı, de görüm nə olub? Danış görüm. Mən bugün öz sevgimə qarşı bir iş gördüm. Nə? Şəhrizadə aparıb Səltənət anadan xeyir dua aldıq. Özü də Səmanın gözü qarşısında. Niyə belə elədin Aslan? Səmanın yaddaşını itirib itirmədiyini bilmək istəyirdim. Yazıq Səma. Bəs o neynədi? Heç nə eləmədi. Eləcə bizə baxdı. Əgər yaddaşını itirməsəydi, belə sakit dayanmazdı. O sadəcə baxdı, heç nə demədi. Əgər yaddaşını itirməyibsə, mən onu məhv elədim. Aslan, niyə belə elədin axı? Adam da belə şey eləyər? Bilmirəm, bilmirəm. Bu elədiyimə görə məni öldürsə belə azdır. Deməli Səma yaddaşını itirməyib. Bilmirəm. Mən də elə bunu öyrənmək istəyirdim. Əksinə, sevgilimin gözü önündə alçaq hərəkət elədim. Axı insan sevdiyi qıza necə belə əzab verər? Necə pis iş gördüyümü indi başa düşdüm. Əgər Səma yaddaşını itirməyibsə, mən ona qarşı çox pislik elədim. Əgər Səma yaddaşını itiribsə, sənin bu elədiyinə o qədər də əhəmiyyət verməyib. Yox, əgər itirməyibsə, yazığın ürəyini parça-parça eləmisən.
Mən Səmaya yox. Birinci növbədə özümə xəyanət elədim. Nənəcan, Gəl qızım. nənəcan, Elnura görə çox narahatam. Mən də çox narahatam, gözəl qızım. Polis gəlmişdi. Bu haqda Səlimə də dedim. Səlim dedi ki, onun kim olduğunu tapacaq. Görəsən bu kim ola bilər, nənə? Bilmirəm. Mən bilmirəm, qızım. Əgər Şirzaddısa, o açıq hücum eləyər. Heç vaxt gizlin iş görməz. Düzdür, amma Şirzad bəyin oğlu Elnurun bacısı ilə evlənir. Gəlin tərəfə qarşı belə iş görməzlər. Düzdür. Bu dediyin də doğrudur. Amma belə gizlincə iş görmək mənə qaynatan Səlimin üslubunu xatırladır. Axı qaynatam Elnuru çox istəyir. Bu yaxınlarda maşın hədiyyə elədi. Elnurun ögey anası Dilbər onu heç vaxt istəməyib. Amma o belə bir iş bacarmaz. Çünki qorxaqdır. Üstəlik də qadındır. Bu kim ola bilər? Vay kişi, kürəkənimizə suyu qəsd eləyəndə ölsə yaxşı olardı. Onda Banu əsl varis olardı. Başqasına ölüm arzulamaqdansa, özünə ömür arzula ulduz. Bura bax, sən o dəqiqə Lalın tərəfini saxlayırsan ha, onun tərəfini vermirsən, nə olub? Neyniyim, qızımla evlənib? Onu yaxşı yaşadır. Niyə nifrət eləməliyəm axı? Çünki kürəkənin mənə nifrət eləyir. Haydi. Məni çox istəmir. Kürəkənin səni niyə çox istəməlidir? Ha? Əsas odur qızımızı çox istəsin. Səni mən çox istəyirəm də, bəs deyil. Yox, bəs deyil. Ona heç cür təsir eləyə bilmirəm. Dediyimi eləmir, məni dinləmir, sözümə qulaq asmır. Əlini arxasına qoyub lal kimi üzmə baxır. Elə düz deyiblər. Kürəkən adama düşmən olar. Sən Allah bəsdi görü. Əsas odur ki, qızımız sakit yaşasın. Ağlını başına yığ, bildin? Lap həddini aşırsan. Yaxşı. Bəsdi. Lalın qaynatası. Amma bir şeyi bil ki, mən ulduzam ha. Səltənət ananın qəlbinə girdim. Fərruxu dəlixanaya göndərdim. Samiri evdən qovdum. Ona gələndə gücüm çatmır. Niyə axı, niyə? Üstəlik o qalstuklu da peyda olub. Niyə mən hər şey fikirləşməliyəm ay kişi? Belə arvadın əri olduğuma görə sağ ol deməliyəm. Alo, Nərgiz. Dilbər, salam. Necəsən? Sağ ol, yaxşıyam. Bir söz eşitmişəm. Dedim özündən soruşum görüm doğrudur. Nə eşitmisən? Deyirlər qızını oğurlayıblar, doğrudur. Sən nə danışırsan? Başın xarab olub? Mənə Ziba dedi. Ziba axır vaxtlar ağlına nə gəlir danışır. Özün ona yalandan demisən ki, qızın qaynanan və rəfiqələri ilə dağa gəzməyə gedib. O da öyrənib ki, qaynanan evdədir. Qızını isə oğurlayıblar. Deyəsən Ziba nə danışdığını bilmir. Biz qızımızı ərə veririk. O qaynanan və rəfiqələri ilə dağa getmişdi. Sonra onu kürəkənimlə qardaş arvadı götürüb evinə aparıb. Biz də bunu bilmirdik. Ona görə də onu axtarmağa başladıq. Ziba da bunu eşidib səhv başa düşüb. Məsələ beləymiş. Elədir. Bəs qızını kimə ərə verirsiniz? Şirzad bəyin ikinci oğluna. Qızın şəhərdəki ən varlı adamlardan birinin gəlini olacaq. Qızımı qaynar arvadı Məlikə
öz evinə qonaq çağırıb. Biz də bilmədən onu axtarmağa başlamışıq. Qızım da utanıb, bizə heç nə deməyib. Ona görə də belə boş söhbətlər yayılmağa başladı. Qaynanam da nəvəsinə görə aləmi bir-birinə qatıb. Qocadır da. Gərək qızın xəbər verib gedəydi. Kürəkənimlə qardaş arvadı qızımı gətirib bizdən üzr istədi. Sabah da qardaş arvadı bizim evimizə gələcək. Toyla bağlı məsləhətləşməliyik. Serial Space televiziyasının sifarişi ilə turlaşır. Əldə gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. O koşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız, bizdən küsüb hara getdi.